Allah Teala bizim ölkəmizin başçısını qorusun. Deyir ki, Allaha dua elədim. Dedim, mənə güc, qüvvət ver. Torpaqlarımızı almaqdan. Adam Allahdan istəyib. Allaha dua edib. Dedim ki, eylənbimiz, hamı bilir bunu, hamı görür, sosial şəbəkələrdə çoxdur, baxa bilərsiniz. Amma biz bunu danışanda kimlərsə narahat olur. Kimlərsə narahat olur ki, bunlar yenə başçıdan danışır, başçıdan tərəf. Nə deyək? Nə deyək? Yaxşı, nə deyim? Gedib Kəbəyə dua edib ki, ya Rab, bizə kömək ol, güc ver, qüvvət ver, işğalda olan torpaqlarımızı alaq, meçidləri azad edək, meçidləri tikək orada, azan səsləri gəlsin orada, ora nəfəs qayıtsın. Allah Teala verdi. Yaxşı, bəs o neynədir? Neynir qardaşlar? Hal-hazırda o neynir? İlk işi nədir o rayonlarda, kəndlərdə? Məscidlər tikir. Mən dua eləməliyəm də. Mən onu danışmalıyam axı. Mən onu deməliyəm. Necə ola bilər ki, gecə-gündüz ölkənin əmin-amanlığını pozmaq istəyənlər, çalışanlar, başçının ayağının altını qazanlar, ölkədən kənarda oturub, xəyanət edib, xainlik edənlər, öz xəyanətlərində çalışqan olacaqlar. Mən dinimin mənə öyrətdiyi, əqidəmizin, Quranın, sünnətin mənə öyrətdiyi bu dövlət sevgisi, başçı sevgisi, əmin-amanlıq sevgisini insanlara deməkdə zəif olacaq. Heç vaxt zəif olmaram. Əksinə mən daha aktiv olacaq. Çünki bu ibadətdir. O xəyanətdir, bu ibadətdir. Başçı üçün dua eləmək, Allahdan kömək istəmək onun üçün, ölkəmizin əhli üçün əmin-amanlıq istəmək, bu ibadətdir, vallahi yoldaşlar.